Salam dəyərli izləyicilər. Demin 20 sınaq kitabçasından 4-cü sınaq mövzularını izah edirik. Mövzular Azərbaycan 19-cu əsrdə, 20-ci əsrin əvvəllərində. Bu mövzularımızdır. Başlayaq izahlara. Birinci sual. Göstərilənlər nəticəsidir. Şimali Azərbaycan kəndlərində təbəqələşməni gücləndirdi. Sahibkar kəndləri müvəqqəti mükəlləfiyyət daşımağa davam etdi. Bu 1870-ci il kəndi islahatlarına aiddir. Baxmayaraq ki, kəndlilərə torpaq almağa icazə verilirdi, şəxsi mülkiyyətinə keçirə bilərdilər, ancaq pulları olmadıqlarına görə əksəriyyət ala bilmir və hələ də mükəlləfiyyətlər daşımağa davam edirdilər. Təbəqələşmə gücləndi də ona görə ki, bəzi kəndlilər, imkanı olanlar torpaqlar almağa başlayırlar və onlar artıq qolçomaqlara çevrilirlər. Bu da kəndlilər arasında da varlı kasıb kəndlərin meydana gəlməsinə səbəb olmuşdur. Növbəti sual. Cədvəldə hansı hadisələrin yeri dəyişdirilərsə, bütün hadisələr düzgün xronoloji ardıcıllıqla düzülmüş olar. Baxırıq hadisələrə. Şimali Azərbaycanda teatrın əsasının qoyulması 1873. Suraxanada ilk ağ neft zavodunun inşa olunması 1859. Neft sənayesində ictisam sisteminin ləğv edilməsi 1872. İrəvan quberniyasının yaradılması 1849. Bakıda ilk neft kəmərinin çəkilməsi 1878. Biz əgər 1 ilə 4-ün yerini dəyişəriksə, xronoloji ardıcıllıq düzəlmiş olacaq. Cavab C bəndi. Uyğunluğu müəyyən edin. 40-cı il inzibati məhkəmə islahatı, bir də 46 reskripti soruşur. İrəvan quberniyasının yaradılması 1849-dur, ancaq bu 40-cı il inzibati məhkəmə islahatına aid deyil. Bəy və ağalar idarə işlərindən kənarlaşdırıldı. Bəli, bu B1-ə aid olacaq. Üsyanlar nəticəsində, üsyanlar zamanı bəylər və ağalar da iştirak etdiyinə görə Çar hökuməti 40-cı ildə onları idarəçilikdən uzaqlaşdırır. Tiyul və mülk feodal torpaq mülkiyyətinin eyni kateqoriyasına daxil edildi. Bu 46-cı il reskripti idi. Artıq burada 40-cı il islahatının uğursuzluğu önə çıxır və Çar hökuməti bəyləri və ağaları dövlətə yaxınlaşdırmaq istəyir. İrsən bu şərti olan tiyul da artıq mülk kimi feodal torpaq mülkiyyətinə çevrilir. Bu da bəyləri və ağaları özlərinə yaxınlaşdırmaq siyasəti idi dövlətin. Ona görə də C2-yə gedəcək. Mərkəzi Şamaxı olan Xəzər vilayəti yaradıldı. Bəli, burada 2 dənə 40-cı ildə 2 dənə vilayət yaradılmışdı. Daha doğrusu biri Xəzər vilayəti idi, o biri Gürcü Venesiya quberniyası idi. Deməli, bu da D-də 1-ə gedəcək. Sahibkar kəndlərinin mülkədar tabelisi adı verildi. Sahibkar kəndləri bu 46-cı reskriptinə aiddir. Deməli, 1-ə BD, 2-yə CY uyğun gələcək. Üçüncü sualın başı burada qaldı. Üçüncü suala baxdıq. Dördüncü suala baxırıq. Variantlar da artıq bildik dediyimdən təkrarlamağa ehtiyac yoxdur. Dördüncü sual. 1847-ci il kəndli əsasnamələrindən fərqli olaraq 1870-ci il kəndli islahatına aiddir. Deməli, 47-də olmasın, 70-ci illərə aid olsun. Bizdən bunu soruşur. Mükəlləfiyyət və torpaq məsələlərinə toxunulmuşdur. Bəli, hər ikisində də toxunulmuşdur. 1 götürüləcək. Biyar pul ödənişi ilə üzr istəyirəm, fərqli soruşduğuna görə 1 götürülməyəcək. Hər ikisində olub, amma bizə lazımdır fərqli. Ancaq kəndli islahatında olsun, 1 gedir. Biyar pul ödənişi ilə əvəz olundu. 47-ci ildə olmamışdı, artıq 70-ci ildə əvəz edilmişdi. Kəndlilər feodal asılılığından azad edildilər. Bəli, bu da 70-ci ilə var, ancaq 47-də yoxdur. Burjua xarakteri daşıyırdı. Bu
Bu da doğrudur. 70-ci ildə var, 47-də yoxdur. Torpaqdan istifadə müqabilində kəndlilər malcəhət vergisi ödəməli idi. Hər ikisində də var idi bu malcəhət vergisi. Bu da oxşarlıqdır. Ona görə də götürülməyəcək. 2, 3, 4 doğru cavab Y bəndi. 5-ci sual. Doğru bəndi müəyyən edin. Cənubi Azərbaycanda məşrutə hərəkatı yatırılmışdı 1-ci Dünya müharibəsi illərində. Məşrutə hərəkatı 1905-11-ci illərdir. 11 də 1-ci Dünya müharibəsində düşmür. 1-ci Dünya müharibəsi 14-18-dir. Ona görə də aid getmir. Nəşri Maarif və Nicat cəmiyyətlərini yaratmışdı. Muxtarov, Nağıyev və də Hacı Zeynalabdin Tağıyev də götürə bilərik. Doğru cavabdır bu. Şimali Azərbaycanda ilk milli partiya yaranmışdı. Gəncədə Qeyrət partiyası, bu da doğrudur. Difai partiyasının mətbuat orqanı olmuşdu. Təkamül və Yoldaş Hümmət təşkilatının qəzetləri idi. Difainin qəzeti isə rəsmi qəzeti olmuşdu İrşad qəzeti. Deməli bu səhvdir. Nüborq bəyannaməsini imzalamışdı Rəsulzadə Mövsümov. Səhvdir. Topçubaşovla İsmail xan Ziyadxanla imzalamışdı. Deməli 2, 3 doğrudur, 1, 4, 5 yanlış. Cavab D bəndi. Sarıqamış əməliyyatından fərqli olaraq Çanaqqala döyüşü Osmanlı qoşunlarının qələbəsi ilə sona çatmışdı. Deməli, Sarıqamışda Osmanlılar məğlub olmuşdular. Ancaq Çanaqqala döyüşündə isə qalib gəlmişlər. Osmanlı qoşununun qələbəsi ilə sona çatmışdı. Bizdən də bunu soruşur. Doğru cavab A-dır. Digər variantlara da baxaq. 1-ci Dünya müharibəsi illərində baş vermişdi. Hər ikisi 1-ci dünyaya aiddir, 1-ci Dünya müharibəsinə. Antanta qüvvələrinin qələbəsi ilə nəticələnmişdi. Çanaqqalada Antanta qüvvələri artıq məğlub olmuşdu. Sarıqamışda Rusiya götürə bilərik, qalib gəlmişdi. O da Antantanın bir üzvü idi. SSR qoşunlarının məğlubiyyəti ilə nəticələnmişdi. SSR hələ o vaxt yaranmamışdı, 1922-də yaranmışdı. 1-ci Dünya müharibəsi ərəfəsində sözü yanlışdır. Hər ikisi 1-ci Dünya müharibəsi dövründə baş vermişdi. Ərəfəsində deyəndə müharibə başlamamışdan az əvvəl nəzərdə tutulur. Bu da yanlışdır. Növbəti 7-ci sual. Şimali Azərbaycanın 19-cu əsrin 80-ci illəri tarixi üçün xarakterik deyil. Yəni 1880-ci illərə aid olmayanı soruşur. Diqqətli olaq. Çağırış yaşına çatmış gənclər üzərinə hərbi vergi qoyulması 1887. Neft yataqlarının hərrac yolu ilə satılmağa başlanması 1872. Bu iltizam sisteminin ləğvi idi. Aid olmayan da elə bu olacaq. B bəndi. Dəmir yolu ilə neft daşınmasında ilk dəfə vaqon sterin 1880. Bakıda ilk mərkəzləşdirilmiş telefon stansiyası 1886. Qalakənd misəritmə zavodu 1883. Xronoloji ardıcılığı müəyyən edin. Təbrizdə Alman kapitalına məxsus xalça 1912. Bakı-Tiflis dəmir yolunun inşa edilməsi 1883. Mazut konstitusiyası 1904. Tənbəki üsyanı 1891-92-ci illərdir. Xronoloji ardıcılıq olacaq 2, 4, 3, 1. Növbəti 9-cu sual. Cənubi Azərbaycanda baş vermiş 1905-11-ci illər məşrutə hərəkatı dövründə xalqın tələblərinə aiddir. Cənubi Azərbaycanda muxtariyyət yadınızda saxlayın, ilk dəfə Xiyabani dövründə tələb edilmişdi, istənilmişdi, bir getdi. Talibotla bağlanan müqavilənin ləğv edilməsi 1892-dir.
aid deyil, Tənbəki üsyanındadır. Konstitusiyanın qəbul edilməsi doğrudur. Parlamentin çağırılması doğrudur. Xarici məmurların ölkədən çıxarılması, bu da tələblər içərisində idi. 3, 4, 5 D bəndi. Qafqaz cəbhəsindən Rus qoşunları tamamilə çəkilirdi. Cənubi Qafqaz Komissarlığı ilə Osmanlı dövləti arasında imzalanmışdı. Bu 1917-ci il dekabrın 5-də imzalanmış Ərzincan müqaviləsinə aiddir. Komissarlığın dövründə bir dənə o müqavilə imzalanmışdı. Növbəti sual, 11-ci suala baxırıq. Hadisə nəticə əlaqəsinin doğru verildiyi bəndi müəyyən edin. 1812 Buxarest sülhünün imzalanması, ermənilər Şimali Azərbaycan torpaqlarının köçürülməyə başlanması. Başlanması Buxarest sülh müqaviləsində yoxdur. 1724-cü il Pyotrun fərmanı var. Bir də 1828 Türkmənçay, 29 Ədirnə müqavilələrində var. Ermənilərin köçürülməsi Azərbaycana. 1830-cu il Çar Balakən üsyanının baş verməsi, ərazinin daxili müstəqilliyinin ləğv olunması. Əslində səbəb hadisə nəticədir. Yəni burada yer dəyişikliyi olması lazımdır. Birinci, ərazinin daxili müstəqilliyi ləğv olunur. Sonra isə nə baş verir? Çar hökumətinə qarşı üsyan baş verir. Yəni burada sanki elə verilib ki, Çar Balakən üsyanının baş verməsi, sonra ərazi müstəqilliyi, daxili müstəqilliyin ləğvi məsələsi var. Yəni burada bu sualda bir yanlışlıq var. 1843-cü il 1-ci Nikolayın fərmanı Qafqaz canişinliyinin yaradılması, bu 44 olmalı idi, ona görə səhvdir. Rəhdarın ləğv olunması, ticarətin tənəzzülünün başlanması. 1836-da ləğv olunmuşdu rəhdar və bu daxili gömrük rüsumları idi ki, ticarəti tənəzzülünü yox, inkişafına səbəb olmuşdu. 1821 güzəştli ticarət tarifinin qəbulu, əcnəbi mallardan alınan gömrük rüsumunun tamamilə ləğv edilməsi. Tamamilə sözü səhvdir, 50%, yəni yarısı ləğv edilmişdi gömrük rüsumu. Ona görə bu da səhvdir. Bu sualda qeyd etdiyim kimi biraz qeyri-dəqiqlik var. Daha dəqiq yanaşa bilərlər bu suala. Yenə də onlar içərisində doğru cavab kimi B-ni götürə bilərik. Amma yenə də dediyim kimi sualda biraz yanlışlıq var. Neft sənayesində iltizam sisteminin ləğv olunmasının nəticələrinə aid deyil. İltizam sistemi qeyd etdiyimiz kimi 1872-dir. Ləğv olunmasının nəticələrinə aid deyildir. 1872. İltizam nədir? İltizam icarə sistemidir. Neftli torpaqları, neftli torpaqlar, quyular kirayə, icarə, indiki dövr dilindən isə icarəyə verilirdi. Neft sənayesi sürətlə inkişaf etməyə başladı. Bəli, bu doğrudur. Yəni, bu hadisə doğrudur. Ona görə biz aid olmayan götürəcəyik. Balaxanı neft mədənlərində kəndlərin məcburi əməyi ləğv olundu. 64-cü ildir, 1864. Bizdən nəticəsini soruşur. Nəticə ondan sonra olması lazımdır. Yəni, bu ona aidiyyatı yoxdur. Ona görə cavab B olacaq. Neftli torpaqların bir hissəsi Azərbaycanda kapitalistlərin əlinə keçdi. Doğrudur. Artıq ala bilirdilər, satın ala bilirdilər. Neft yataqları hərrac yolu ilə, bəli, hərrac yolu ilə, indiki dillə desə, auksiyon yolu ilə satışa çıxarılırdı. Adamlara satılmağa başlandı. Neft sənayesində kapital axını gücləndi. Bu hadisədə doğrudur. Deməli, cavab B. 13-cü sual aşağıdadır. Daha əvvəl baş vermişdir. Alman köçkünlərin Qafqaza köçürülməyə başlanması 1817-18-ci illərdir. Azərbaycan Avropa tipli dünyəvi məktəbinin əsası 1830-da qoyulubdur. Şuşada qəza məktəbləridir. Şəki xanlığının ləğv olunması. Şəki 1819-da ləğv olunub. Əhalinin rifahına yardım məqsədli əmanətlər məktəbi Tiflisdə yaradılmışdır. 1828. Xəzər vilayətinin bəylərinin torpaqlarının müsadirəsinə başlanması 1841-də başlanılır. 40-cı il İnzibati məhkəmə islahatına əsasən. Əvvəl dediyinə görə burada A-nı götürəcəyik. 14-cü sual.
Xəritədə rəqəmlə göstərilmiş dövlətlərə aid uyğunluğu müəyyən edin. 1. Osmanlıdır, Türkiyə, Osmanlı, fərqi yoxdur. 2. Rusiyadır. 3 də Fransa ərazisində düşür. Baxırıq, Antanta hərbi ittifaqının üzvü olmuşdur. Yəni Türkiyə olmadığına görə, ya Osmanlı olmadığına görə bu səhvdir. Bizdən nəyə soruşur? Uyğunluğu. Sarıqamış döyüşünün iştirakçısı olmuşlar. Burada Osmanlı ilə Rusiya aiddir, ancaq Fransa yox, ona görə də iki səhvdir. Birinci Dünya müharibəsi zamanı Səməd bəy Mehmandarovu üzr istəyirəm, burada bizdən rəqəmlər verilibdi, onlara diqqət eləmədim. Deməli, 1, 2, 3 hamısı Antanta hərbi ittifaqının üzvü olmuşdu. Bəxt dediyim kimi Osmanlı olmayıb, bu ona görə səhvdir. Sarıqamış döyüşünün iştirakçısı 1 və 2, bəli, bu ikisi olmuşdu. Osmanlı və Rusiya götürürük. Birinci Dünya müharibəsi zamanı Səməd bəy Mehmandarovu mükafatlandırmışdı. Rusiya, Fransa 2, 3 doğrudur. 1914-cü ilin sonunda Cənubi Azərbaycana qoşun yeritmişdi. 14-cü ilin sonunda Cənubi Azərbaycana qoşun yeritmişdi. Fransa burada səhvdir, Osmanlı olmuşdu, amma Fransa səhvdir, ona görə də bu səhvdir. Deməli, doğru cavab 2, 3 götürəcəyik C bəndini. 15. Cənubi Azərbaycanda baş vermiş Babillər hərəkatından fərqli olaraq Məşrutə hərəkatına aiddir. Babillər 1848-52, Məşrutə 1905-11. Hərəkat deməli, Babillər hərəkatından fərqli olaraq, Babillərdən fərqli olaraq Məşrutəyə aid olanı götürəcəyik. Hərəkat gedişində hərbi şura yaradılmışdı, bəli, Məşrutədə var idi. Səttarxan başçılığı ilə Zəncan şəhərində üsyan baş vermişdir. Hər ikisində olubdu, Zəncanda üsyan gedir. Qacarlar sülaləsinin hakimiyyəti dövründə baş vermişdi. Doğrudur, hər ikisi. Doğrudur, yəni hər ikisinə də aiddir. Amma bizdən fərqli soruşur deyə Qacarlar sülaləsini götürə bilməyəcəyik. Çünki oxşar cəhətdir. Parlamentin çağırılması tələbi irəli sürülmüşdür. Bəli, bu təkcə Məşrutəyə aiddir. Cənubi Azərbaycan şəhərlərinin çoxunda nümayəndəli seçkili orqanlar, bu əncümənlərdir. İlk dəfə əncümənlər həmin Məşrutə hərəkatı dövründə olmuşdu, 1906-cı ildə. Deməli, 1, 4, 5 A bəndi. 20-ci əsrin əvvəlində Qafqazın idarə olunmasında Çar hökumətinin etdiyi dəyişiklik. 20-ci əsrin əvvəlləri 1900-cü illərdə düşür. Əvvəllər 1901-1930 arası. Komendant idarə üsulunun ləğv olunması, bu 1840-dır. Bakı fəhlə deputatları, bizdən bir də soruşur, Çar hökumətinin etdiyi dəyişiklik. Yəni, sırf 20-ci əsrin əvvəli olsa da, hamısını düz götürə bilərik. Bakı fəhlə deputatları Sovetinin ləğv olunması isə 1905-də yaradılır, 6-da ləğv olunur. Amma bu Bolşeviklər tərəfindən yaradılmışdı. Çar hökuməti yox, ona görə də bu səhvdir. Şimali Azərbaycan xanlıqlarının əyalətə çevrilməsi. Xanlıqların əyalətə çevrilməsi 19-cu əsrin əvvəllərinə düşür. Qafqaz canişinliyinin bərpa edilməsi, bəli, bu 1905-ci ildə Çar hökuməti tərəfindən bərpa edilmişdi. İlk dəfə 1844-də yaranır, 1883-də ləğv edilir, 1905-də isə yenidən bərpa edilmişdi. Cənubi Qafqaz Seyminin fəaliyyətə başlaması. Seym 1918-ci ilin fevralında başlamışdı, amma bu da artıq Çar hökuməti tərəfindən yox, Qafqaz Məclislər Məclisinə seçilmiş Cənubi Qafqazdan olan nümayəndələr tərəfindən yaradılmışdı. Məclislər Məclisi Lenin Bolşeviklər tərəfindən ləğv ediləndən sonra onlar geriyə qayıtmış və Tiflisdə belə bir Seym idarə etmə orqanı, qanunverici orqanı yaratmışlar. Doğru cavab D bəndi. Keçirik növbəti suala 17-yə. 17 sualdır.
Eyler-Venn diaqramına aid olanları müəyyən edin. Şimali Azərbaycan. Bu tip suallarda hamısına diqqət etmək lazımdır. Bəzən xırda bir detala fikir verməyəndə unuduruq. Deməli, söhbət Şimali Azərbaycandan gedir. 19-cu əsrin 40-cı illəri, 50-ci illər, bir də 60-cı illərdən söhbət gedir, 1800-cü illər. Dövlət kəndlərinin köçmə hüququnun ləğv olunması 1853-dür. Şimali Azərbaycandır, bəli. 53 də hara olacaq? Deməli, 50-ci illərə. Babillər hərəkatının başlanması 1848-dir. Ancaq Cənubi Azərbaycana düşə bilir bu. Ona görə də heç birinə aid deyil. Ali Müsəlman silkinin təsis edilməsi 1843 düşəcək 1-ə. Yeni inzibati ərazi vahidinin yaranması. İnzibati ərazi vahidi 40-cı illərdə var idi. Quberniyalar yaradılmışdı, Şamaxı, Xəzər vilayəti yaradılmışdı. Bu, deməli, 40-cı illərə düşür. Baxırıq 50-ci illərdə 59-da Şamaxı quberniyası ləğv edilir, Bakıya köçürülür zəlzələdən sonra. Deməli, burada aid olur. 60-cı illərdə isə 1868-də Yelizavetpol quberniyası yaradılmış. Deməli, hamısına aid ola bilir. Yeni inzibati ərazi vahidlərinin yaradılması. Avropada ən böyük ipək sarma müəssisəsi 1861 Nuxada, Şəkidə açılmışdı. Bu da aid olacaq 3-ə. 1-ə S, 2-yə A, 3-ə Y, 4-ə D, C bəndi. Cavab. 18-ci sual. Xronoloji ardıcılığı müəyyən edin. Çar Balakəndə müvəqqəti idarənin yaradılması. Bu 1830-cu il daxili muxtariyyətin ləğvi ilə yaradılmışdır. Şəkidə Rus milli qüvvələrdən ibarət müvəqqəti idarənin yaradılması. Bu 1806-cı il. Burada da Şəkidə üsyan baş vermişdi. İbrahim Xəlil xanın öldürülməsinə etiraz olaraq o zaman yaradılmışdı. O üsyan yatırılandan sonra yaradılmışdı. Təbrizdə müvəqqəti idarənin yaradılması 1827-ci il. Rus qoşunları Təbrizi işğal etdikdən sonra yaratmışdılar. Bizdən soruşur xronoloji ardıcıllıq 2, 3, 1 C bəndi. 19 eyni ildə baş vermişdir. Xanabad manufakturasının əsasının qoyulması 1827, Taypinlər hərəkatının başlanması 1850, bu səhvdir. Qafqaz canişinliyinin yaradılması 1844, Nankin müqaviləsinin imzalanması 1842, bu da səhvdir. Ali Müsəlman silkinin yaradılması 1843, Sipahilər üsyanının yatırılması 1859, bu da səhvdir. İrəvan quberniyasının yaranması 1849, Navarin dəniz döyüşü Osmanlı dövlətinin məğlub olması, bu 1827 səhvdir. Yelizavetpol quberniyasının yaranması 1868, Yaponiyada Syoqun rejiminin iflas etməsi, o da həmin il. Doğru cavab Y bəndi. 20. 19-cu əsrin ikinci yarısı Şimali Azərbaycanda əsası qoyulmuşdur. İkinci yarı Şimali Azərbaycan 1850-1900-cü illər arası. Mərkəzləşdirilmiş telefon stansiyası 1886, 1886. Rus Azərbaycan məktəbinin açılması 1887. Satirik mətbuat Molla Nəsrəddin 1906. Bədii film Neft və Milyonlar Səltənətində 1916. Doğru cavab 1, 2 A bəndi. Difai Partiyasına aid fikirlərdən biri yanlışdır. Difai Partiyası 1906-cı ildə Əhməd bəy Ağaoğlu tərəfindən yaradılmışdı. Partiyanın mərkəzi komitəsi Bakıda yerləşirdi. Doğrudur, yerləşirdi. Amma bizdən yanlışı soruşur. Məhəmməd Əmin Rəsulzadə 1913-cü ildən partiyanın liderinə çevrilmişdi. Bu Difainin yox, Müsavat Partiyasının liderinə çevrilmişdi. Ona görə də bu yanlışdır. Mətbuat orqanı İrşad idi. Əhməd Ağayev dedik, erməni qırğınlarından qorunmaq məqsədi ilə doğrudur.
22-ci sual. Verilənlərin hamısının aid olduğu ərazini xəritədə müəyyən edin. 19-cu əsrin 30-cu illərində. Bizdə xəritə ilə eyni vaxtda baxmağımız lazımdır. Eybi yoxdur. Birinci, baxaq görək hansı şəhərlərdən söhbət gedir. Deməli, 5 Lənkərandır, 4 Bakı, 3 Şamaxı, 1 Şəki, 2 Qarabağ. Bunları yaddaşımızda saxlaya bilərik. Baxaq indi verilənlərə. Verilənlərdən hamısının deyir, aid olduğu ərazini xəritədə müəyyən edin. 19-cu əsrin 30-cu illərində ərazisi müsəlman əyalətləri rəisliyinə daxil idi. Müsəlman əyalətləri rəisliyi mərkəzi Şuşa şəhəri olmaqla Qarabağ, Şirvan, Şəki, Lənkəran. Deməli, Bakını çıxırıq, Bakı aid deyil. Təriqətçi və bidətçi Rus ailələrinin məskunlaşdırıldığı bölgələrdən idi. Rusların köçürülməsi Qarabağ, Şirvan, Lənkəran, deməli Şəkini də çıxırıq. Komendant idarə üsuluna qarşı üsyan baş vermişdi. Komendant Qarabağ və Şirvanda olmamışdı 30-cu illərdə, amma 31-ci ildə Lənkəranda olmuşdu. Qarabağ və Şirvanı da çıxdıq, yerdə qaldı Lənkəran. Xəritəyə də baxıb daha yaxşı görə bilərik. Yəni yerdə Lənkəran qalır, hamısına aid olan. Deməli doğru cavab Y5. 23. Cənubi Qafqaz Komissarlığı və Cənubi Qafqaz Seymi üçün oxşardır. Komissarlıq və Seym. Qeyd edim ki, komissarlıq 17-ci ilin noyabrında yaradılmışdı. 18-ci ilin 1918-ci fevralına qədər davam etmişdi. Cənubi Qafqaz Seymi də 18 fevral ayından may ayına qədər davam etmişdi, mayın 26-sına qədər. Osmanlı dövləti ilə sülh danışıqlarının aparılması, bəli, hər ikisinə aiddir. Bayaq qeyd etdiyi Ərzincan müqaviləsi komissarlığa aiddir. Trabzonda sülh danışıqlarının aparılması da Seymə aiddir. Bakı XKS ilə müqavilə imzalanması oxşarlıq deyil, heç birinə aid deyil. Bakı şəhərinin səlahiyyətlərindən kənarda qalması. Bəli, Bakı şəhəri həmin vaxtı bolşeviklərin səlahiyyətində idi, onlar nəzarət edir. Bakı Xalq Komissarları Soveti. Birinci Dünya müharibəsi illərində yaranması. 17-18-ci illərdə hər ikisinin yaranması. Birinci Dünya müharibəsində nəzərə alsaq ki, 18-ci il noyabrın 11-də başa çatmışdı. Deməli, hər ikisi də Birinci Dünya müharibəsi illərində yaranıb fəaliyyət göstərmişdi. Romanovlar sülaləsinin qərarı ilə yaradılması, əksinə fevral inqilabından sonra artıq Romanovlar devrilmişdi 1917. O ikisinin də yaradılması heç birinə aid deyil. Yəni Romanovların qərarına aidiyyəti yoxdur. 1-3-4 doğru cavab. 24-cü suala baxırıq. Hadisə nəticə əlaqələrinin doğru verildiyi bəndləri müəyyən edin. 1912-13-cü illər aqrar qanunları. Nəticə Vahid kənd idarəsinin yaradılması. Bu 1865-ci il kənd cəmiyyətləri haqqında qanunda idi. Bu səhvdir. Mazut Konstitusiyası adlandırılan sənədin imzalanması 1904 ilk siyasi partiyanın yaradılması yox. Bu onun nəticəsi deyil. Siyasi partiyanın Mazut Konstitusiyası ilə əlaqəsi yoxdur. 1905-də Gəncədə yaradılmışdı. Ümumrusiya müsəlmanların ikinci qurultayının keçirilməsi 1906-cı ilin yanvarında Peterburqda olmuşdu. Müsəlman İttifaqının nizamnaməsinin qəbul olunması bu doğrudur. İttifaq birinci qurultayda yaradılır, ikinci qurultayda isə nizamnaməsi və proqramı qəbul edilir. Evelina gəmisindəki Azərbaycanlı hərbçilərin tərk silah edilməsi, mart soyqırımının başlanması. Səbəb hadisə nəticə əlaqələrini deyilir. Bu hadisə baş verən mart soyqırımının başlanması üçün bir əslində bəhanə deyə bilərdik. Səbəb tam da bu deyildi, yəni. Biraz burada da müəmmalı şəkildə qeyd edə bilərik. Çünki yəni gəmidəki Azərbaycanlı hərbçilərin tərk silah edilməsi o boyda qırğınlara səbəb olmur. Sadəcə bu mart soyqırımının başlanması üçün erməni daşnaq bolşeviklərin axtardığı bir bəhanə idi və bu bəhanədə həmin vaxt əllərinə düşür, istifadə edirlər. Nəysə bunu da
doğru cavab kimi götürüblər. Deməli 3-4 doğru cavab kimi götürülübdü. 25-ci sual. "19-cu əsrin birinci yarısında Şimali Azərbaycana köçürülməyə başlamışdır. 19-cu əsrin birinci yarısında. Təriqətçi və bidətçilər 1830-cu il deməli bir aiddir. Düşür birinci yarısına. Alman köçkünləri 1817-18 bu da düşür. Axıska türklərinin köçürülməsi. Axıska türklərin köçürülməsi 20-ci əsrin 80-ci illərinə düşür. Onlar Mərkəzi Asiyaya əvvəlcə 43-cü ildə köçürülmüşdülər. 44-cü ildə daha doğrusu. Sonra Mərkəzi Asiyadan isə 80-ci illərdə, 80-ci illərin sonlarında Azərbaycana gəlmişdilər. Gürcüstan bəzi şərtləri irəli sürüb onları qəbul etməmişdi. Yəni bu 20-ci əsrə aiddir. İsveç təbəələri ümumiyyətlə Azərbaycana köçürülməyiblər. Çünki onlar Azərbaycanda bizneslə, bildiyiniz kimi Nobel qardaşları şirkəti onların olubdur, fəaliyyət göstəriblər. Doğru cavab 1-2. Xronoloji ardıcıllığı müəyyən edin. Cənubi Qafqazda dövlət kəndlərinin torpaq quruluşu haqqında qanunun qəbul edilməsi 1900-cü il dövlət kəndləri ilə bağlı. Cavad Məlikovun Bakıda Ağneft zavodu 1863, Bakı Ağneft Zavod Sahibləri İttifaqı 1893. Doğru cavab olacaq 2-3-1. 2-3-1. 27-ci suala baxırıq. Uyğunluğu müəyyən edin. 19-cu əsrin 20-ci illəri, 30-cu illəri. Lənkəran xanlığının ləğv edilməsi 1826 düşür 1-ə. Şeyxülislam vəzifəsinin təsis olunması 1829. Şeyxülislam və müfti vəzifələri təsis edilmişdi. O da 1-ə düşür. Şamaxı quberniyasının yaradılması 1846-cı il heç birinə aid deyil. Rəhdarın ləğv edilməsi 1836 D bəndi. Nadir Şahın Osmanlı dövləti ilə sülh müqaviləsi imzalaması bu dərslikdə yazılmayıbdı. 1846-cı ildir. Ancaq daha doğrusu üzr istəyirəm 1746-cı ildir. Ancaq aydın məsələ Nadir Şahın dövrü 1736-47-ci illərdir. O da heç birinə aid olmayacaq. Deməli 1-ə AB, 2-yə D. Suala baxırıq. Üsyana Xuluq kəndinin kəndxudası Hacı Məhəmməd rəhbərlik edirdi. Dağlıların Şeyx Şamil tərəfindən rəhbərlik edilən mübarizəsi də Quba əyalətindəki hadisələrin inkişafına, əhali arasında müstəmləkə əleyhinə əhval-ruhiyyənin güclənməsinə təsir göstərirdi. Avqustun 20-sindən sonra Hacı Məhəmməd üsyan bayrağını qaldırdı. Üsyanın nəticələri iştirakçılar üçün ağır olsa da, Çar Rusiyanın Şimali Azərbaycanda yeritdiyi siyasətin çürük tərəflərini ortaya çıxardı və Şəki üsyanının başlanmasına təkan oldu. Söhbət Şəki üsyanı Hacı Məhəmmədin başçılığı ilə gedən üsyandan 1837-ci ildən gedir. Mənbədə bəhs olunan üsyanın gedişində üsyançıların yaratdığı təşkilatlanma forması hərbi şura idi. Hərbi şura. Digər suallara baxaq. Bəhs olunan üsyanın başlanması üçün bəhanəni yazın. Rusiyanın Polşada, yəni onun paytaxtı, indiki paytaxtı Varşava şəhərində alayı var idi, müsəlman alayı. Ora Quba əyalətindən hərbi dəstələr toplamağa başlayır. Bu hərbi dəstələrin, müsəlman hərbi dəstələrin toplanması, atlı dəstələrin toplanması başlanmaq üçün bəhanə idi. Daha uzundur yazmıram. Bəhs edilən üsyanın mənbədə göstərilməyən 2 nəticəsini yazın. Dərslikdə göstərilib bunlar. Hacı Məhəmməd Bakı Səhra Məhkəməsinin qərarı ilə edam edilir. Daha sonra digər iştirakçılar, digər rəhbərlər sürgün edilir. Sonra Rusiya imperiya siyasətini
müstəmləkə siyasətini yumşaltmağa məcbur olur. Bir də hərbi idarə etmə sistemini, yəni 1840-cı ildə artıq komendant idarə etmə sistemini də ləğv etmiş oldu. Yəni 4 dənə nəticə də çıxarda bilərik biz buradan. Bu qədər əziz dostlar, sağ olun, növbəti izahda görüşərik.